Salam 4-cü bölmənin 2-ci dərsinə çatmışıq. The Roanoke Settlement, Roanoke qəsəbəsi. Həmişəki kimi kömək eləyəcəm. Birinci mətni tərcümə eləyərək təhlil eləyəcəyik. Sonra mətnə aid olan çalışmaları, speaking comprehension, lüğət və s. birlikdə işləyəcəyik. Only a few Europeans lived in North America in the 16th century. 16-cı əsrdə Şimali Amerikada yalnız bir neçə Avropalı yaşayırdı. Most of them, onların çoxu, settled on the northeast coast. Onların çoxu şimal-şərq sahilində məskunlaşdılar. Deməli, north şimal idi. Burada bir dənə kompas düzəltmişəmsə, north düşməyib. Kapitan seçəcəkin kompas kimi şimal göstərmir deyəsən bu da. North şimal, south cənub, east şərq, west qərb. North east deyirsə, şimal şərq tərəfi nəzərdə tutur. Onların çoxu şimal-şərq sahilində settled, məskunlaşırdılar. Settlement deməli qəsəbə oldu. Settle sözü isə məskunlaşmaq. In 1587, 1587-ci ildə a small group of about 100 people, təxminən 100 nəfərlik balaca bir qrup decided to go south, cənuba getməyi qərara aldılar. They moved to the small island of Roanoke. Onlar Roanoke adlı balaca qəsəbəyə köçdülər. That area later became part of the state of North Carolina. Həmin ərazi sonra Şimali Karolina ştatının hissəsi oldu. Unfortunately, təəssüf ki, the Roanoke settlers weren't well prepared. Təəssüf ki, bədbəxtlikdən onlar yaxşı hazırlaşmamışdılar. They didn't have enough food for the winter and there wasn't enough grain for future crops. Onların qış üçün kifayət qədər ərzağı yox idi və grain deməli taxıl deməkdir, cropdakı məhsul. Grain for future crops olacaq gələcək məhsullar üçün taxıl. There wasn't enough grain for future crops. Gələcək məhsullar üçün kifayət qədər taxıl yox idi. Their leader, Captain White, onların lideri Kapitan White, decided to sail back to England to get supplies. Qərara gəldi ki, supply təchizat deməkdir. Təchizat əldə etmək üçün İngiltərəyə geri üzsün. Supply oldu təchizat. Sail üzmək deməkdir. Gəminin suda üzməyin mənasında. Sail back to England olur İngiltərəyə geri üzmək, yəni qayıtmaq. Supplies təchizat üçün İngiltərə geri qayıtmağa qərara gəldi. However, there was a war in Europe and 3 years passed before he returned to North America. Lakin Avropada müharibə var idi və o Şimali Amerikaya qaydana kimi 3 il keçdi. When Captain White came back to Roanoke in 1590, he was eager to see the settlers. Deməli, 1590-cı ildə Roanoke-a qaydanda he was eager to see the settlers. To be eager to ifadəsi həvəsli olmaq, razı olmaq. O settlers, yəni orada məskunlaşan insanları, qoyub getdiyi insanları yəni görməyə həvəsli idi. He looked out from his ship, but no one was there to meet him. Baxmaq, look out çölə. O from his ship, gəmisindən çölə baxdı, amma onu orada qarşılamağa heç kəs yox idi. There were no signs of life. Sign nə idi? İşarə. Məsələn, God give me a sign. Tanrı mənə bir işarə ver. Sign və yaxud road sign, yol işarəsi, znaklar. Və yaxud sign of life, həyat işarəsi, həyat bəlirtisi, yəni yox idi. The settlement was deserted. Əvvəlki dərsdə keçmişdik bu sözü. Desert, səhra. Deserted amma bir növ səhra kimi tərk edilmiş, boş qalmış. Həmin qəsəbə tərk edilmiş idi, boş idi. No one knows why the Roanoke settlers disappeared. Heç kəs bilmir ki, niyə Roanoke məskunlaşanlar orada gözdən itmişdilər. Many people thought that, çox insanlar düşündü ki, hostile Native Americans killed them. Məsələn, friendly sözü var, dostcana, mehriban. Friendly sözün əksi hostile sözüdür. Hostile yəni pis niyyətli, düşmən və yaxud çətin yola gedilə bilən. Məsələn, hostile environment, yəni sənə çətin olan, problem yaradan bir mühit mənasında və yaxud hostile Native Americans, pis niyyətli Native Amerikanlar, yəni Amerikan yerli sakinləri onları öldürdüyünü düşünürdü çox insan. But there were no signs of a fight. Amma orada fight, döyüş, dava işarələri yox idi. Some thought that the settlers died from hunger or disease. Bəziləri düşünürdü ki, orada məskunlaşanlar aclıqdan
yaxud xəstəlikdən öldülər, but they couldn't explain the absence of bodies. Amma onlar body bir bədən mənasını verir. Bir də cəsəd, yəni ölü bədən mənasını verir həmçinin. Həm diri bədən, insanın bədəni, həmçinin ölü bədən, yəni cəsəd mənasını verir. Absence isə yoxluq deməkdir. Yoxluq. Buradan yadda saxlayın ki, müəllim davamiyyəti yoxlayanda soruşur ki, who is absent? Kim yoxdur? Absent artıq sifət formasında olan versiyasıdır bu sözün, amma isim versiyası absence yoxluq ismidir. Deməli, the absence of bodies cəsədlərin yoxluğu. Amma heç kəs cəsədlərin yoxluğunu explain, izah eləyə bilmirdi, bilməli. Many years later, more settlers came to North Carolina. Çox illər sonra Şimali Karolinaya çoxlu settlers, məskunlaşan insanlar gəldi. One of them met a Native American group called the Lumbee. Call burada nə mənasındadır? Zəng gəlmək mənasında deyil. Native American group, yerli Amerikan qrupu called the Lumbee. Lumbee adlandırılan Native American qrupunu rastlaşdılar. They were usual looking compared to the black-haired, brown-eyed Native Americans in North. Usual deməli nə idi? Məsələn, usually sözü var ya, adətən. Usual sözünün özü sıradan normal, unusual olur qeyri-adi. They were unusual looking. Onlar qeyri-adi görsənirdilər. Compared, compare nədir bəs? Müqayisə etmək. Məsələn, deyirəm ki, don't compare yourself to the others, və ya özünü başqaları ilə müqayisə eləmə. Compared to black-haired, brown-eyed Native Americans in North. Deməli, onlar şimaldakı qara saçlı, qəhvəyi gözlü yerli Amerikanlarla müqayisədə unusual looking idilər, yəni qeyri-adi görsənirdilər. Məsələn, bu nümunəni misal üçün yazmışam sizə. Elə-belə yazmamışam. Yazın bir dəftərə. Yer gələndə lap əzbərləyin. Okay, some Lumbee had blonde hair and grey eyes. Bəzi Lumbeelerin sarışın saçı və boz gözləri var idi. Then he listened to their speech and almost fell off his horse. Sonra o onların nitqinə qulaq asdı və demək olar ki, az qala fell off his horse. Az qala atından yıxıldı. Deməli, bir nəfər gəlib sonra bu adaya, orada yerli bir başqa qrupla rastlaşıb, bu, deməli, oradakı Native Amerikanlara oxşamırdı da bu qrup. Sanki itkin düşmüş bu Amerikanlar ingilislərmiş. They seemed to speak an odd kind of English. Odd qəribə deməkdir. Odd kind of English ingilis dilinin qəribə bir növü. An odd kind of English. They seemed. Onlar ingilis dilinin qəribə bir növünü danışırmış kimi görünürdülər. He asked where they were from. Onların harda olduğunu soruşdu. None of them knew. Hardan olduqlarını heç biri bilmirdi. But they said that their grandparents talked from a book. Amma onların babaları bir kitabdan danışırmış. Did they mean that? Onu mu nəzərdə tuturdular ki, their grandparents were able to read? Yəni, babalarının, nənələrinin oxumağı bacardıqlarını mı nəzərdə tuturdular? As he rode back home, o evə geri qayıtdıqca, sail deməli üzmək idi, gəminin üzməsi. Sail back olur, üzərək geri qayıtmaq. Və yaxud ride at çarpmaqdır. Keçmişdə road olur da. Rode back olur, atı geriyə çarpmaq. Yəni atla geri qayıtmaq. As he rode back home, o evə geri qayıtdıqca və yaxud geri qaydanda, as burada bir növ feili bağlama funksiyasını yerinə yetirir bizim dillə müqayisə etsək. As he rode back home, he asked himself a question. O evə geri qayıdarkən mənasındaymış. Cümlənin ardını oxuyanda gördüm. O geri qayıdarkən, atı geri çaparkən, he asked himself a question. Özünə bir sual verdi. Were the Lumbee people the descendants of the Roanoke settlers? Lumbee xalqı Roanoke-da yaşayanların, məskunlaşanların descendantları idimi? Descendant davamçı, nəslinin davam edən nümayəndələri mənasındadır. Bu söz descendant sözü. Descent sözündən gəlir. Descent aşağı düşmək deməkdir. Məsələn, bir dənə kompüter oyunu var. Descenders. Velosipedlə dağdan aşağı velosiped sürürsən, üz aşağı düşürsən. Üz aşağı düşməyin nəslin davamçısı sözünə elə uyğunluğu var ki, nəslin davamçısı da bir növ nəslin üzü aşağı gəldikcə olan nümayəndələrdir deyə descent sözündən descendant davamçılar sözü yaranıb. Yəni düşünür ki, görəsən bunlar da orada itən insanların nəslin davamçılarıdırmı, nəticələri, kötücələrdirmi? People are still asking the identical question. İnsanlar hələ də eyni sualı soruşurlar. Because there are no written records, we can't be certain.
Because deməli heç bir yazılı qeydlərin olmadığından biz əmin ola bilmərik. Because çünki deməkdir. Amma cümlənin əvvəlində gələndə because there are no written records və tamamlanmamış bir növ cümlə olur, görürsüz. Bu yazılı qeydlərin olmadığından formasında oldu. Biz əmin ola bilmərik. However, lakin there is one interesting fact. Lakin maraqlı bir fakt var. Today, some of the Lumbee people, bugün Lumbee xalqının bəzilərinin have names like Sampson, Dare and Cooper. Onların Sampson, Dare və Cooper kimi adları var. They are identical to the names of the vanished settlers of Roanoke Island. They are identical, onlar eynidirlər. Həmin bu adlar nə ilə eynilik təşkil edirlər? To the names of the vanished settlers of Roanoke Island. Vanish sözü yoxa çıxmaq deməkdir. O yücü vasitə var idi. Adını deyirlər. Çəhrayı vanish, etibarlı, incə iş. O ləkələri, yəni vanish eləyir. Ləkələri yoxa çıxardır mənasında. Ona görə onun adını vanish qoymuşlar. Vanish yoxa çıxmaq. Deməli, vanished settlers of Roanoke Island. Roanoke adasının yoxa çıxmış sakinləri. Bu oldu bir birləşmə. Əvvəldə də var ki, the names of the vanished settlers of Roanoke Island. Yəni, Roanoke adasının yoxa çıxmış sakinlərinin adı. Yəni, bu adlar həmin adlarla eynilik təşkil eləyirdi. Başlayaq çalışmalara. Between the North and the South in the United States started in 1861. Birləşmiş Ştatların şimal və cənub arasında 1861-də başladı, müharibə başladı da. The war between, onların arasında olan müharibə, between arasında deməkdən. There is an smell in the house. Evin içində necə bir qoxu var. I can't say what it is. Onun nə olduğunu deyə bilmirəm. Bilmirəmsə deməli olar da, qəribə. There is an odd smell in the house. Evdə qəribə bir qoxu var. 3. Most of the guests after supper. Qonaqların çoxu, most of the guests, qonaqların çoxu. After supper, yeməkdən sonra neynədilər? I think they only came for the food. Mən düşünürəm ki, məncə onlar yalnız yemək üçün gəlmişdilər. Deməli, yeməkdən sonra yoxa çıxdılar. Most of the guests vanished after the supper. 4. To last year, keçən illərində he is doing well in school. Məktəbdə yaxşı eləyir, yəni məktəbdə işləri yaxşıdır. Keçən illə müqayisədə. Müqayisə sözü nə idi? Compare, müqayisə etmək. Compared isə burada compared to last year, keçən illə müqayisədə. Məsələn, compared to him, onunla müqayisədə you are better, sən daha yaxşısan. Yaxud compared to filan şeylə müqayisədə və s. 5. During the revolution, revolution sözünü əvvəlki dərsdə keçmişdik. Nə idi? İnqilab. İnqilab zamanı there was a lot of, çoxlu nələr var idi? There was a lot of fighting. Çoxlu davadalaş var idi. Çoxlu davadalaş oldu. 6. Scientists are worried about, alimlər nə haqqında narahatlar? About the of many types of animals. Heyvanların çoxlu növlərinin worried about the absence ola bilər məsələn. Absence nədir? Yoxluq. Yoxluğu haqqında narahatdılar. Of course, the two girls look the same. Əlbəttə, iki nəfər qız eyni görsənir. They are twins, onlar əkizlər. Yaxşı, necə əkizlər? They are identical twins. Onlar identical, eyni, birə-bir oxşayan əkizlər olur. Onlara deyirlər identical twins. Çünki identical nə idi? Eyni. 8. The Hanses lived in that house. Hans ailəsi həmin evdə yaşayırdı. They are of the people who first came to our town 100 years ago. Onlar şəhərimizə 100 il əvvəl gələn insanların nə idilər? Nəticələridirlər də, onların nəslin davamçıları. Onun nə deyirlər ingilisində? Descendants. They are the descendants of the people who first came to our town 100 years ago. 9. Most of the first Eastern European immigrants to the United States. Deməli, East şərq idi, Europe-da Avropa. Şərqi Avropadan olan ilk migrantların, the first Eastern European immigrants. Most da var, əksəriyyəti. Deməli, Şimali Avropadan olan immigrantların əksəriyyəti the United States. Belə deyək də, Birləşmiş Ştatlara gedən Şərqi Avropadan olan immigrantların əksəriyyəti in big cities, böyük şəhərlərdə nə edilər? Məskunlaşdılar. Məskunlaşmaq nə idi? Settled, keçmiş zamanda deyil, settled in big cities. 10. I am
to hear what you did in my, nə bilim nə, said Jenny. Did you finish your book while I was away? Mən uzaq olarkən, mən burada olmayanda, away kənar uzaq, when I was away mən uzaqda olanda, mən burada olmayanda kitabını bitirdinmi? Variantlara baxaq. I am, deməli, ola bilər ki, I am eager to hear. I am eager to hear nə olacaq? I am eager to hear. Eşitməyə həvəsliyəm, eşitməyə maraqlıyam. What you did in my absence. Absence nədir? Bəs yoxluq. What you did in my absence. I am eager to hear what you did in my absence. Mənim yoxluğumda etdiklərini eşitməyə eagerəm, həvəsliyəm. Kitabını qurtarmısanmı? 11. At first, əvvəlcə, the tribes, tribe şey qəbilə deməkdir. Əvvəlcə qəbilələr were friendly, mehriban idilər. But later they became, amma sonra onlar nə oldular? Amma varsa görürsünüz, qarşılaşdırma cümləsində bunun əksi olacaq. Əvvəl friendly idilərsə, friendly'nin əksi hostile. Later they became hostile. Növbəti C. Match the word, match uyğunlaşdırmaq deməkdir. In column A, A sütunundakı sözləri with column B sütunundakılarla uyğunlaşdırın. That means the same. Hansı ki eyni mənanı verir. Məsələn, immediately dərhal deməkdir. Right now da elə buradakı dərhal deməkdir. Çünki now indi deməkdir. Right-dakı bir növ ədatdır, qüvvətlendirici ədat kimi. İndini bir növ daha qüvvətləndirir, indicə mənasını salır. İndicə və yaxud dərhal, immediately ikisi də means the same, eyni mənanı verir. Yerdə qalanları özünüz eləyin, belə çətin bir şey deyil. Sualınız olsa kommentə yazın, mütləq kömək eləyəcəm. Bir variantı. Comprehension'ımızı yoxlayır. When Captain White returned to the Roanoke settlement, Captain White Roanoke qəsəbəsinə qaydanda came to meet him. Onu qarşılamağa gəldi. Kim? Heç kəs. Nobody. Çünki orada boşluq idi, heç kəs yox idi. Növbəti. Only a few Europeans lived in North America. İndi Şimali Amerikada yalnız bir neçə Avropalı yaşayır. Nə zaman? İndi 16-cı əsr deyəsən. In the 16th century. 3. The Roanoke settlers, orada məskunlaşanlar, supplies for the winter. Qış üçün supply nə idi? Təchizatları çox idimi, yoxsa var idimi, yoxsa yox idimi? Məsələn, had plenty of, çoxlu var idi və yaxud had enough, kifayət qədər var idi və yaxud didn't need, ehtiyacları yox idi, yox. Settlers didn't have enough supplies for the winter. Qış üçün kifayət qədər təchizatları yox idi. 4. Captain White stayed in England. Captain White İngiltərədə qaldı. Neçə il deyəsən? 6 il idi, yoxsa nə bilim, 3 il idi. Qaydın baxın. Niyə? Çünki orada müharibə var idi. Avropada. Because there was a war in Europe. 6. Ya da 5. Spoke an odd kind of, hansı dilin qəribə növünü danışırdılar. Odd qəribə idi də. Öz yazın, çətin deyil. 6. Altında yazın. Ümumiyyətcə hamısını öz yazın. Çətin şey deyil. Mən əsas speaking suallarını kömək eləmək istəyirəm sizə. 1. At first, where did most Europeans settle in North America? Əvvəlcə Avropalıların çoxu Şimali Amerikada harda məskunlaşdılar? Ən birinci səhv eləmirəmsə Roanoke adasında məskunlaşdılar da elə. İndi özünüz də baxın, amma mən sırf cümlə qurmaq naminə deyirəm ki, at first, most of Europeans settled in the Roanoke Island in North America. Şimali Amerikada Roanoke adasında settled. Məskunlaşdılar. 2. How many people were in the group that moved to south? How many people, neçə insan qrupda var idi? That, hansı ki, cənuba hərəkət etdi. Yəni, cənuba gedən qrupun içində neçə nəfər insan var idi? Yəni, qaydım görüm, neçə nəfər var idi? Burada deyir ki, a small group of about 100 people. 100 nəfər, təxmini 100 nəfərdən ibarət kiçik bir qrup var idi. Onda deyəcək ki, there were, orada var idi. There were about 100 people in the group that moved to south. Cənuba köçən qrupun içində təxminən 100 nəfər var idi. 5. Were the Roanoke settlers well prepared for winter? Orada məskunlaşanlar qış üçün yaxşı hazırlaşmışdılarmı? Yox, necə deyək ki, onların qış üçün kifayət qədər təchizatı yox idi. Məsələn, they have, onların var və yaxud they had, onların var idi və yaxud inkarda olacaq. They didn't have. They didn't have enough supplies for winter. Onların qış üçün kifayət qədər təchizatı yox idi. 6. Who decided to go back to England
İngiltərəyə getməyə kim qərara gəldi? Why və niyə? Deməli, onların kapitanı Captain Jack Sparrow, yox, Captain White İngiltərəyə getməyə qərara gəldi ki, təchizat gətirsin. Deməli, dear Captain, Captain White decided to go back to England və yaxud decided to sail back to England, İngiltərəyə geri üzməyə qərar gəldi. Because he wanted to bring some supplies. Çünki o biraz təchizat gətirmək istəyir. Bring gətirmək deməkdir. 7. How long was he away? O nə qədər müddət away uzaqda idi? What stopped him from coming back? Onu geri qayıtmaqdan nə saxlayırdı? He was away, səhv eləmirəmsə, for 3 years. O səhv eləmirəmsə 3 il uzaqda qaldı. Səhv eləmirəmsə söz ingiliscə olacaq. If I'm not mistaken. He was away, if I'm not mistaken, for 3 years. 3 il uzaqda qaldı. Because there was a war in Europe. Çünki Avropada müharibə var idi. In what year did he come back? What did he see? Hansı ildə geri qayıtdı və nə gördü? Nə bilim, hansı il həmin ildə qayıtdı? He came back in filan il. Yaxşı, bəs what did he see? O nə gördü? He saw that there was nobody on the island. O gördü ki, adada heç kəs yoxdur. 9. What was the name of the group? What was the name of the group of Native Americans who spoke an odd kind of English? İngiliscə danışan Native Amerikanların qrupunun adı nə idi? Lumpy idi yoxsa nə idi? Onda cavabımız olacaq ki, the name of the group of Native Americans who spoke an odd kind of English. Hamısı bir yerdə olur, mübtədamız. The name of the group of the Native Americans who spoke an odd kind of English was Lumpy. Lumpy idi. Okay, the Lumpy said, dedi ki, dear grandparents, took it from a book. Kitabdan danışırdı. What is another way of saying this? Bunu deməyin başqa yolu nədir? Yaxud bu nə deməkdir? It means that maybe their grandparents could read. Bu deməkdir ki, ola bilər ki, onların grandparentləri oxuya bilirdi. Yox, başqa bir səbəb göstərmişdi deyəsən mətndə. Qaydını istəyək baxın. 11. What are the names of some of the Lumpy people? Lumpy insanların bəzilərinin adları nədir? What is interesting about those names? Həmin adlar haqqında maraqlı olan nədir? Lumpy insanlarının, xalqının adlarının, bəzilərinin adları Sam, Jack falan idi. The names of some of the Lumpy people were Jack, Samson, Hans, etc. və s. idi. Bununla maraqlı olan nədir? Bu adlar həmin orada itkin düşmüş adamların, yoxa çıxmış adamların adları ilə eynidir. These names were identical to nəyə eyni idi? Həmin orada yoxa çıxan insanların. People vanished on that island. Həmin adada yoxa çıxan insanlar. Ya da ki, həmin adada yoxa çıxan insanların adı. The names of the people who vanished on that island. İndi hamısını bir araya yığıram. Deməli, deyəcəm ki, these names were identical to the names of the people who vanished on that island. Yani sözlərin baş hərflərini yazdım. Okay. Növbəti tapşırığımız bizdən mətnin əsas ideyasını soruşur. Bu da çətin bir şey deyil. Videonu çox uzatmaq istəmirəm. Özünüz baxın, görün mətni hansı daha ümumi yanaşır. Onu seçin, yazın kommentdə. Nə də sualınız olsa soruşun. Növbəti mövzuda görüşərik.